Deməli, ikinci sınağın izahına keçək. Bizim deməli əküb 30 və 60 əkübün soruşur, 15 və 45-in də əkübün soruşur. Deməli, 30 və 60. Deməli, biz 30 və 60-da ortaq vuruq nədir? 10-dur. Bir dəqiqə. Deməli, 30 və 60-da ortaq vuruq 10-dur. Onu çıxarsaq mötərizə xaricinə, geriyə nə qalacaq? 3 və 6 qalacaq. 3 və 6-nın əkübünü biz tapsaq, deməli, dedik ki, əkübdə əgər biri digərinə bölən olursa, əkübdə həmişə böyük olan götürülür, əbobda isə kiçik olan götürülür. Yəni əkübü soruşulursa 6 götürüləcək. Daha sonra üstə gələnsin əbob nədir? 15 və 45. 15 45-ə tam bölünür. Tam bölünürsə, əgər bir ədəd digərinə tam bölünürsə, o zaman əbobumuz kiçik olur, kiçiyə bərabər olacaq. Deməli, 60, ona vuranda 6-ya, 60 üstə gəlsin 15 bərabərdir 75-ə. Yəni D-bəndi. İkinci sual. AB bərabər 25, C isə 4-ə bərabərdir. C nədir? Dedik ki, ortaq olmayan sadə vuruqların hasilinə deyilir. İndi əkübün kvadratını soruşur bizdən. Biz bilirik ki, əkübün kvadratı nəyə bərabər idi? A, deməli, B, C-yə, əbobun kvadratı isə A vurulsun B bölünsün C-yə bərabərdir. İndi bu düsturdan bizdən əkübü soruşur. Əkübü soruşduğuna görə tətbiq edək. Əkübün kvadratı bərabərdir. AB hasilimiz nədir? Burada 25-dir. 25-də 4-ə vursaq nə eləyəcək? 100. 100. K-mız nəyə bərabərdir? 100. Deməli, hansı ədədləri 2 dəfə öz-özünə vuranda 100 eləyir? 10-un. Tapa bilməsəz, məsələn, burada cavabları da yoxlaya bilərsinizsə, 4-ün kvadratı 16 eləyir, 5-in kvadratı 25 eləyir. Bu formada da yoxlaya bilərsiniz. Deməli, hansı ədədləri 2 dəfə öz-özünə vuranda 100 eləyir? 10-un. Cavab D-bəndi. Üçüncü suala baxaq. A və B ədədləri qarşılıqlı sadə ədədlər olarsa, əküb AB çıxılsın, əbəb AB-ni soruşur. Əgər dedik ki, qarşılıqlı sadə ədədlər olarsa, qarşılıqlı sadə ədədlərin əkübü nəyə bərabərdir? Onların hasilinə, əbəbi isə 1-ə bərabərdir. Ortada çıxıldığına görə çıx yazdım. Məsələn, Y-bəndi variantımız. Sonra ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın. Siz bu ədədi bir-birinə 32.882-ni 46.786-ya vurana qədər və vurub hələ onu bölməlisiniz və sonunda biz qalığı tapmalıyıq da. Deməli, bu çox vaxtımız alacaq. Ona görə bir-bir ədədləri 5-ə bölməliyik. 5-ə bölək. Deməli, 32.882-ni deməli biz 32.882-ni biz deməli 5-ə bölsək, qalacaq, burada 2 qalacaq, qalıq qalacaq 2, 46.786-nı da 5-ə böləsək, qalacaq 1. 2-ni 1-ə vursaq, eləyəcək 2. Niyə 1-ə vururam? Çünki burada vurma işarəsi var. Ortada hansı işarə varsa, onu da yazmalısınız. 2. Baxırsınız ki, 2 5-dən kiçikdir. Baxın, 2 bu 5-dən kiçikdir. 2 5-dən kiçikdirsə, deməli, sizin cavabınız nə olacaq? Elə 2 olacaq, B-bənd olacaq. Yox, əgər buradakı aldığınız ifadə 2 var, o ifadə, məsəl üçün 6 olsaydı, 6 əgər 5-dən böyük olsaydı, 7, yəni 5-dən böyük ədədlər olsaydı, həmin aldığınız cavabı da biz 5-ə bölüb yenidən cavabı tapmalı olacaqdıq. Cavabımız B-bəndir. Sonra ədədi 4-ə və 5-ə böldükdə qalığı 3 olan ən kiçik natural ədədi soruşur. Ən kiçik natural ədəd. Ədədi 4-ə və 5-ə böldükdə qalığı 3 olmalıdır. Ən kiçik ədəd hansı ədəddir ki, biz onu 4-ə və 5-ə böldükdə qalığı 3 olmalıdır, biz bilmirik. Gərək variantları yoxlayıb tapasınız və yaxud ki, əküb tapasınız 4-ə və 5-ə əküb tapasınız, əküb. Qalıqda 3 deyirsə, üstə gələsiniz qalığa. Məsələn, 4 və 5 ədədlərdə qarşılıqlı sadə ədədlər əkübü onların hasilinə bərabərdir. 4-ü 5-ə vuranda 20, üstə 3 gələndə eləyir 23. Cavabımız A bəndi. Sonra natural ədədi 12-yə böldükdə qalıqda 7 alınır. Həmin ədədi 6-ya böldükdə qalıq neçə olar? Natural ədədi 12-yə böldükdə. Natural ədədimiz biz bilmirik nədir? Deməli, bilmirik nədir. Ona görə mən onu x deyirəm. Bir 12-yə böldükdə qalıqda 7 alınır. 7 alınır. Amma qismətdən nə alınır bilmirəm. Onu bir A işarə edirəm. İndi deyir, bax, həmin bu x-ı 6-ya böldükdə alınan qalığı deyir tap. Yenə qalığı soruşur. Buradan qalıqlı bölmənin üstünü tətbiq etsək, burada x nəyə bərabərdir? Bölünən bərabərdir
bölən vurulsun qismət üstə gəlinsin qalıq. X-imizi tapdıq biz bu ifadə olaraq tapdıq. İndi deməli, gətirib X-i burada yerine yazsaq, burada X nəyə bərabərdir və yaxud da ki, elə yazaq, X bərabərdir 6Y üstə gəlinsin, bizdən qalığı soruşur. İndi belə yazmayaq. Belə yazmayaq. Deməli, həmin ədədi deyək ki, 6-ya böldürükdə. Həmin ədədimiz nədir? Yəni bu ifadədir. İndi bunu 6-ya böl və qalıqdır. Yazaq 12A üstə gəlsin 7 bölünsün 6. Deməli, 12 6-ya bölünür. Bunları deməli 12A bölünsün 6 üstə gəlsin 7A 7 bölünsün 6 kimi yaza bilərik. Yəni məxrəcləri bərabər olan kəsirlərdə sürət nə eləyir? Toplanır da, o olduğu kimi toplayırıq. Mən bunları ayrı kəsir kimi yaza bilərəm. Yazdıq. Deməli, 12-ni 6-ya bölünən nə eləyir? 2A. 7-ni 6-ya bölünən nə eləyir? Baxın, 7 bölünsün 6. 7 6-nın içində bir dəfədir. 6, bir dəfə 6-nın 6. Aha, 1. İndi 1 tam 6-da 1. Bu 6-nı, baxın, bu 6-nı məxrəci həmişə olduğu kimi yazacaqsınız bura. Deməli, bu qismət həmişə tam hissədə yazılır. Qalıq da sürətdə yazılır. Burada qeyd edirəm. Burada deməli qismət bizim tam hissəmizdir. Tam dəftərinizə də qeyd edə bilərsiniz. Qalıq hissəmizdə, burada qalıq hissəmizdə qalıq yazaq. Qalıq da bərabər nəyə? Sürətə. Yəni bu siz qalığı həmişə aldığınız qalığı siz mütləq sürətə yazmalısınız. Sonra cavabımız nə oldu? Deməli B bəndi. Burada 6-da B bəndi. Sonra onu silək. Deməli 3 ədədi ilə qarşılıqlı sadə olan ədədlərin sırasını göstərin. Qarşılıqlı sadə ədədlər nəyə deyilir? Qarşılıqlı sadə ədədlər olmalıdır ki, ortaq bölünən olmamalıdır. Ortaq nəsə bir ədədə bölünməməlidir. 3 ilə 3, məsələn, burada 3 var. 3 ilə 3 qarşılıqlı sadədir. 6 var. Burada 3 var, 6 var. Sonra burada 3 var, 6 var. Cavab nə oldu? Bəndim. Sonra 8-də A ədədinin 8-ə bölünməsindən alınan qalıq 3-ə. Baxın, A ədədinin deyir 8-ə bölünməsindən alınan qalıq 3-ə bərabərdir. Qalıq 3-ə bərabərdir. Bu bilmək nədir? Y yazıram. Sonra deyir ki, B ədədinin 8-ə bölünməsindən alınan qalıq isə 1-ə bərabərdir. Onu da bir dənə Z yazaq. Deməli, indi bizə nə deyir? 2A plus 3B'nin 8-ə bölünməsindən alınan qalıq soruşur bizdən. Bax, bəlkə sualda eynidir. Yəni, burada A nəyə bərabərdir? A bərabərdir 8Y üstə gələnsin 3. Qalıqla bölmənin üstünü tətbiq edildikdə bölünən nəyə bərabərdir? Bölünən vurulsun qismət üstə gəl qalıq. Burada demək bölünən bərabərdir 8Z üstə gələnsin 1. İndi gətirib burada A-nı və B-ni burada yerinə yazıb hesablayacağıq. Deməli, yazaq burada yerinə. Deməli, A-mız nədir? 2A. 2A-mız deməli 8Y plus 3. Üstə gələnsin B-miz nədir? 3, 8Z plus 1. Bölünsün 8-ə. Bölünsün 8-ə. Deməli, biz burada vurmanın və paylama qanunu tətbiq etsək, baxın 2 həm 8-ə, həm də 3-ə vurulacaq. 3 həm 8-ə, həm də 1-ə vurulacaq. 8-i 2-yə vuranda 16Y, 3-ü də 2-yə vuranda 6, 8-i 3-ə vuranda 24Z, 3-ü də 1-ə vuranda 3 edir. 8 də olduğu kimi qalır. İndi 16Y, eyni dəyişənləri bir toplamalısınız. Burada baxın, yəni Y bir dəyişəndir, Z də bir dəyişəndir, eyni dəyişən deyil. Ona görə bunlar olduğu kimi yəni yazacaqsınız. Mən 16Y üstə gəlsin 8 və 24Z üstə gəlsin 6 üstə üçgəndə nə eləyir? 9 bölünsün 8. Baxın, indi bunu ayrı-ayrı kəsir formasında yazsaq daha rahat görərsiniz. 16Y bölünsün 8, üstə gəl 24Z bölünsün 8, üstə gəl 9 bölü 8. Məxrəcləri bərabər olan kəsirlər formasında yazdıq. 16 8-ə bölünür 2Y qalır. 24 8-ə bölünür 3Z qalır. 9 8-ə bölünür 1 tam 8-də 1. Baxın, biz bunu çevirsək, düzgün olmayan kəsiri farklı kəsir bu formada çevrilir. Baxın, 8-i 1-ə vursaq 8, üstünə 1 gəlsə 9 edir. Yəni, qarşılıq kəsiri həmişə düzgün olmayan kəsir bu formada çevrilirlər. Belə məxrəc vurulur tam hissəyə, üstünə gəlinir sürət və yaxud da qalıq gəlinir. Bu formada yazılır. Cavabımız, yəni bizdən qalığı soruşur. Qalıqda nə oldu? 1. Deməli, cavabımız oldu burada 1. C bəndi.
Daha sonra deyir ki, ədədin 21-ə bölünməsindən alınan qalığı tapın. Deməli, 21-ə bölünməsindən alınan qalığı soruşur bizdən. Yəni, çox böyük bir ədəd deyil. Bunu biz vurub hesablaya da bilərik. 6 və 5-in 30, 8 və 7-in 56. Sonra 56-nı 30-a vuranda 6 və 3-ün 18, 5 və 3-ün 15, 16. 1680. 3-dən 9 gəlsək 1689. 1689-un da 20-ə bölünməsindən alınan qalığı soruşur bizdən. Yəni 1689 bölünsün 21. Yəni 16 21 içərisində yoxdur. Ona görə 3 rəqəmini edə bilməliyik biz. 8 bölü 8 və 1-in 8, 8 və 2-in 16. Deməli, burada da 9 qaldı. Deməli, qalısı buradan çıxdıq 0, 9-dan aşağı düşürsək qalır 9. Deməli, qalığımızda qalır 9. Burada deməli cavab olacaq 9. Burada yazım cavabı 9. Bu formada yazılır. Sonra bunu silək. Deməli, 2 ədəd əbəbu 8-ə, əkobu isə 40-a bərabər olarsa, ortaq olmayan sadə blokların hasilini soruşur. Baxın, əkob mənə nə verir? 40. Əbub da deyir ki, əbub 8-ə bərabərdir. Ortaq olmayan sadə blokların hasili. Ortaq olmayan sadə bloklarımız nəyə bərabərdir? Deməli, S-yə. S bərabərdir nəyə? Əkob bölünsün əbuba. Yəni, əkobun qiymətini burada verib 40. Bu hazır düsturdur. Düsturdur bu. Yəni, əzbərləməlisiniz bunu. 40 bölünsün 8. O da bərabərdir. 40-ı da 8-ə bölündə eləyəcək 5. Onda cavabımız oldu 5. Sonra uzunluğu deməli 30 metr olan məftil 3 metrlik hissələrə ayırmaq üçün necə kəsim etmək lazımdır? Baxın, uzunluğu 30 metrlik məftil və 3 metrlik hissələrə bölmək lazımdır. Baxın, belə bir deyil məftildir. Uzunluğu da 30 cm. İndi sən bunu 3 metrlik hissələrə bölməlisən. Və bunun üçün necə kəsim etməlisən? 30-u 3-ə böləcəksən 10, amma cavabın 10 deyil. Niyə görə 10 deyil? Sən deməli, bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10-cu kəsimi bax, 10-cu kəsim bura düşür də. Bir dəqiqə bax, 10-cu kəsim bura düşür. Sən 10-cu kəsimi artıq etməyə ehtiyac yoxdur. Nəyə görə ehtiyac yoxdur? Çünki sən artıq bunu kəsəndə bu artıq avtomatik özü qırılır düşür də. Bu sonuncu hissə ki var, bu parça ki var, bu özü artıq qırılıb düşür. Ona görə yəni biz artıq 10 kəsim yox, 9 kəsim etmiş oluruq. Ondan da bir çıxacaqsa 9 alınacaq. Həmişə bu tipli suallarda belə olur. Yəni sən məftil uzunluğunu verir, neçə metrlik, 3 metrlik hissələrə ayırmaq üçün nə qədər kəsim etmək lazımdır. Siz böləcəksiniz, uzunluğu bölürsünüz, yəni o hissəyə, metrlik hissələrə. 10 tapdınız, amma 10 kəsim etmirsiniz. Yəni ondan da bir çıxmalısınız ki, 9. Yəni bu sonuncu hissə həmişə özü qırılıb düşür. Burada cavab 9 oldu. 12-dən nədir cavabımız? Deməli, Akifin addımı uzunluğu 80, Elnurun addımı isə 75 olarsa, hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar? Ən yaxın məsafədə tam sayda addım atar. Deməli, Akifin addımı uzunluğu 80-dir. 80, Elnurun addımının uzunluğu isə 75-dir. Ən yaxın məsafədə hər ikisi tam sayda addım atar. Onu bilmək üçün bunların deməli əkobunu tapmalıyıq. Əkob ki, tam sayda, yəni bunların addımları üst-üstə düşsün. 80 ilə 75-i əkob tapsa, 80 və 75. 80 2-yə bölünür, cüt ədəddir, 2-yə bölünür 40. 40 da cütdür, 2-yə bölünür 20. 20 də cütdür, 2-yə bölünür 10. 10 da cütdür, 2-yə bölünür 5. 5 sadə ədəddir, 5-ə bölünür 1. 75 rəqəmlərin cəmləsək 3-ə bölünəcək. 3-ə bölsək 25. 5-ə bölsək 5, 5, 1. Ortaqları götürək. Deməli, ortaqlarımız hansılardır? 5 burada, 5 burada. Aha. Deməli, oldu. Böyüyünü götürür. Baxın, bu böyüyü götürürəm. Böyükdə olmayan hansılardır? 3-dür, bir də 5-dir. 3-dür, 5-dir. Mən uşaqlar bunu həmişəliyə görə böyüyünü götürürəm. Baxın, ortaqları biz götürürükdə, deyək ki, bu 5-ləri götürürük. 5-də 2 dənə ortaq olanda həmişə ortaqdan sadəcə birini götürürük. Belə. Bir bax, bunları bir-birinə vursaz, sonra bunu vursaz, yenə gəlib 80 cavabı alınır da. Ona görə də biz həmişə yazanda, yəni böyük ədədi götürürəm. Böyükdə olmayanlar hansılardır? Bir də 3 və 5-dir də. Baxın, bunlardır. 3-dən 5-dir. Ona görə də böyük götürürəm. Böyükdə olmayan rəqəmləri də vururam həmin rəqəmə. Məsələn, bu cür tapılır.
İndi 80 5'i 3'e vuranda 15 edir. 8 və 5 44 120 1300. Deməli 1300 sayda addım atır. Daha sonra 13-cü suala baxaq. A və B ədədlərinin hasili, deməli A vurusun B-nin hasili deyir ki 320'dir. Ortak olmayan sadə vurğuların hasili, yəni ortak olmayan sadə vurğuların hasili nə C-dir? 20'dir. Əkob'u soruşur. Əkob. Bərabərli sual. Baxın, əkobun deməli belə bir düsturumuz var idi. Yəni bayaq yazmışdım. Əkobun kvadratı bərabərdir nəyə? AB əkobun kvadratı bərabərdir ABC-yə. İndi yazaq o düsturu. AB hasilini nə verir bizə? 320 vurursun 20. Deməli 32 2'ye vuranda 64. 2'dən də 0 yanına gəlirik. Hasil ədədlər hasili 6400 edir. Deməli 6400 edir. Deməli 64'ü kvadratı nəyə bərabər? Hasil ədədlərin kvadratı 64 edir. 8. Bunu belə də yazmaq olar. Baxın bu formada, sadə formada tapmaq üçün belə göstərim. 64 vurursun 100 kimi yazsaq, hansı ədədlərin kvadratı deməli 64 verər bizə 8, hansı ədədlərin kvadratı bizə 100'ü verər 10. Bəli 8 də ona vuranda eləcək 80. Cavabımız 80. Deməli 13'də deməli. Sonra toxunan iki çevrənin toxunma nöqtədən çevrələr üzrə iki cisim eyni zamanda hərəkətə başlayır. Birinci cisim çıxış nöqtəsinə 50 saniyədən bir, ikinci cisim isə 60 saniyədən bir qayıdır. 60 saniyədən bir qayıdır. Hansı ən qısa müddətdə cisimlər çıxdıqları nöqtədə görüşürlər? Ən qısa məsafə. Ən qısa məsafə deyirsə artıq 50 ilə 60'a biz nə tapmalıyıq? Əkop tapmalıyıq. Əkop. Deməli, əkop ortaqları deməli ortaq vuruq varsa, ortaq vuruq mötərizə xaricdən çıxara bilərsən, əkop 5'dən 6 əkop tapsaq, onu vurursun. Əkop 5'dən 6 deməli qarşılıqlı sadə ədədlərdir. Nəyə görə? Çünki ardıcıl gəlirlər. Ardıcıl gələn ədədlər qarşılıqlı sadə ədədlərdir və qarşılıqlı sadə ədədlər əköbü onların hasilinə bərabərdir. Əbobu isə belə bərabərdir. 5'i də 6'ya vuranda 30 edir, 33 ona vuranda 300 edir. Cavabımız burada da bir bəndi. Sonra 4'ə 5'ə və 6'ya böldükdə qalıqda 3 olan ən kiçik natural ədədə tapılır. Həm 4'ə həm 5'ə və 6'ya böldükdə qalıqda 3 olmalıdır. Baxın ən kiçik deyir. Yəni də əkob 4, 5, 6. Qalıq deyəndə qalıqda 3 olmalıdır desə qalıqın həmişə üstünə gəlirik. Sonra deməli baxın 6 ilə 4'ə mən əkob tapanda 12 eləyəcək. 12 ilə də 5 qarşılıqlı sadə ədədlər daxı. Bunun təzədən bir də əkob tapsam bu da 60 eləyəcək. Yəni bu 3'ün əkobu nə oldu? 60. 60 üstə gələnsin 3, bu da eləyəcək 63. Məsələn cavabımız D variantı.